Herkese salam. YouTube kanalıma hoş gelmişsiniz. Geçen dəfə bir Reels paylaşmışdım. Hansı ki short. Sırf şirla məhsulları ilə bəzənmişdim. Ora nə qədər şərh gəlib. İşıqdan görə bilmədik məhsullar necədir? Bir ay uşaqlar. Ona görə də mən sizin üçün sırf şirla məhsulları ilə bəzənəcəm və bir baxacağıq. Nə qəşəngdir, nə ortadır, nə əladır, nə pisdir. Əslində mən eyni videonu çəkirəm, onu həm Instagrama da atıram, TikTok'a da, YouTube'a da. O neydi düşdü? Hə, amma YouTube'a atanda işığı artırır, keyfiyyəti artırır. Sənə dedim elə bir şey elə. Necə yerləşdirmişəm, elə də paylaş, mənə əsəbləşdirmə. Ona görə də bir qutu şokoladla bəzənəcəyik. Həm də söhbət eləyərik. Əvvəlcə deyim ki, əgər deyirsiniz ki, münasib qiymətə makyaj çantamda hər şey olsun, amma qaymaq kimi bir makyajım olsun, mən sizə şokoladımı məsləhət görürəm. Həqiqətən də çox qəşəngdir. Baxın, istifadə edən birinci bu primerını deyim ki, belə tutun, görürsünüz. Biriniz mənə cavab verin. Deməli, bu bazanın üzərindən hansı məhsulu istifadə edirsinizsə eləyin, güzgü kimi qalır da, yəni o güzgü, necə uzatdım. O qədər qəşəng məhsuldur ki, çox qəşəng. Ona qorxamda ki, qorxdum. O stul nə elədi? Nəysə. Səmimi bir ev ortamında çəkirik. Əvvəlcə belə qəşəng bunu üzümə yeridirəm. Tonal kremlə. Necə görürsünüz oradan? Amma məncə çox qəşəng görsənir. Əlavə işığa ehtiyac var. Bəlkə işıq biraz yaxın qoyum. O qədər yaxın yox. Məncə yaxşıdır. Buradan hər şey aydın görünəcək. Aha. Deməli, bəzən yazırsınız ki, YouTube kanalına yenə qonaqlar gələcəkmi? Bəli, gələcək. Qonaqlar dəvət olunub. Ara sıra belə özüm də vloglar atacağım sizin üçün. Makyaj, Hə, bir də məndən soruşursunuz əsas ki, məsələn, üzünüz çox təmizdir. Əslində mənim üzüm hər zaman belə təmiz olmayıb. Bir ara o qədər yanlışlıqlar etmişəm ki, universitet vaxtı üzümü vaxtında səhər üz yuma geli ilə yumurdum, axşam üz yuma geli ilə yumurdum. Məsamələrə çirklər dolurdu. Üzümdə qara nöqtələr, səpkilər, yəni mən onlardan güclə azad olmuşam. Bir dənə vlogumda da sırf üz baxımı haqqında məlumat çəkərəm. Bəlkə siz də yararlanarsınız, amma hansı məhsuldan istifadə edirsinizsə eləyin, səbirli olmalısınız. Hər şey birdən-birə olmur. Yəni elə məhsul var ki, 2 ay öz təsirini göstərir, amma elə bir təsir göstərir deyirsiniz. Wow! Şokoladın tananisi. Mənim üzüm həssasdır, T bölməm yağlıdır.